Hər il 200 min insan öldürən qatil. Salmonella bakteriyası 1885-ci ildə Amerikalı baytar həkim Daniel Salmon tərəfindən kəşf olunub və məhz onun şərəfinə də adlandırılıb. Bu bakteriya insan orqanizminə əsasən qida vasitəsilə, yəni ət, yumurta və ya süd məhsullarından daxil olur. Daha sonra mədə-bağırsaq sisteminə düşən kimi nazik bağırsağa hücum edir və hüceyrələrin içinə daxil olaraq onları daxildən məhv etməyə başlayır. Nəticədə isə iltihab yaranır. İnsanda qəfil zəiflik, qarın ağrısı, ishal, qusma, yüksək hərarət başlayır və simptomlar bəzən cəmi 6 saat ərzində özünü göstərə bilər. Bir çox hallarda insan orqanizmi bu infeksiyanı bir neçə gün ərzində özü mübarizə apararaq dəf edə bilir. Lakin istisnalar var. Çünki uşaqlar, yaşlılar və immun sistemi zəif olan şəxslərdə salmonella qana keçərək salmonelloz sepsisi adlanan ağır vəziyyət yarada bilər. Bu, təhlükə yaradan iltihabi reaksiyadır və dərhal xəstəxanaya yerləşdirilib, antibiotiklərlə müalicə tələb edir. Əgər vaxtında müdaxilə olunmasa, ölüm riski 30%-ə qədər yüksələ bilər. Xüsusilə təhlükəli olan Salmonella tifi adlanan alt növdür və bu, artıq adi zəhərlənmə deyil. Hər il təxminən 200 min insanın ölümünə səbəb olan ağır xəstəlikdir. Salmonellanın bu növü bağırsaq bariyerini keçərək limfa düyünlərinə, qaraciyərə, dalağa və qana daxil olur. Bədənin hər tərəfində yüksək hərarət, halüsinasiyalar və çəhrayı səpkilər yaranır, sanki insan orqanizmi bütün səviyyələrdə üsyan edir. 1906-cı ildə Birləşmiş Ştatlarda Mary Mellon adlı aşpaz qadın özü heç bir əlamət göstərmədən onlarla insanı yoluxdurmuşdu. Çünki Salmonella tifi bakteriyasının simptomsuz daşıyıcısı idi. Onu məcburi təcrid etdilər və bu hadisə tibbi tarixdə simptomsuz daşıyıcının ilk dəfə karantinə alınması kimi yadda qaldı. Görülən bütün gigiyenik tədbirlərə baxmayaraq salmonelloz hər il dünyada 90 milyondan çox insana yoluxur. Antibiotiklər həyatı xilas edə bilər, lakin bakteriya getdikcə onlara qarşı davamlılıq qazanır və son illərdə ənənəvi dərmanların təsir göstərmədiyi yeni ştamlar ortaya çıxıb. Özünüzü qoruyun.